Hafiz deyir ki, bir şeyxə xitab edir. Şeyx bir qəbilənin böyücünə deyərlər. Deyir, ay şeyx, indi kimdir məqsədi? Söhbət ondan gedir. Ay şeyx, sənə mürid deyirəm. Sənə iradətim yoxdur. Sevmirəm. Pir-i muğana müridəm. Onu sevirəm. Niyə? Çünki sən vədə verdin, sən söz verdin, amma o əməl elədi. Bu Hafizin şeirinin tərcüməsidir. Onun sualı nədir? O bunu bilirdi. Sualı budur. Deyir, şeyxdən məqsəd kimdir? Pir-i muğan kimdir? Bura gələndən sonra məni başa saldılar. Gəldim onu sənə deyəm gedəm. Dedim, ağa nə idi o? Dedi, bura gələndən sonra məni başa saldılar. Dedilər, Pir-i muğan İbrahimdir. Dedilər, şeyx, bağışla, şeyx İbrahimdir. Pir-i muğan Hüseyndir. Vədə oğuldur, o əməl etmədi Minadə. Bu əməl etdi Kərbəlada. O vədə vermişdi uşağı qurban verən. Amma onun minası alınmadı. Bunun minası alındı. Bu qurban. Kitabda İbrahimi də xatırla. Həqiqətən o sadiq insan və Peyğəmbər idi. Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman biz onu çağırıb dedik. Ey İbrahim, artıq sən yuxunu təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Ey iman gətirənlər, Allahdan qorxun və düz danışanlarla birlikdə olun.